Buyurun, Əhl-i Beyt Quranda möhtəşəm bir mövzudur. Buyurun, eşidək sizi. Bəli, Əhl-i Beyt Quranda mövzumuzdur. İnşallah daha yenə də qədrin söhbəti öz yerində Oqtay müəllim demişkən, bu istəyirəm mövzumuz silsiləvari çıxışımız dayanmasın. Biz Quran-ı Kərimdə Əhl-i Beyti baxırdıq, ayələrə baxırdıq, görək Allah Teala Əhl-i Beyti bizə necə təqdim edib. Yetişdim bugün bu ayəyə, Təhrim surəsi 4-cü ayə. Amma yaxşı olar ki, Təhrim surəsi 4-cü ayəni əvvəlki ayələrlə birlikdə oxuyasınız və orada da Əhl-i Beytlə bağlı mükəmməl bir fikir var. Onu inşallah sizə söyləyəcəm, Əhl-i Beytdən bir şəxs haqqında. Təhrim surəsi Peyğəmbərin xanımları haqqında olan mövzular var burada. Keçən dəfə bu ayələrdən bir qismini izah vermişdim. Bu hissəni saxladım ki, bu ayəni izah verəndə izah verim. Amma əvvəlini bir müqəddimə xarakterli sizə söyləyirəm, mövzudan biraz agah olasınız ki, mövzu nədir? Mövzu budur ki, Peyğəmbər bir xanımına sir deyir, gizli bir xəbər deyir. Təəssüf ki, o xanım, Peyğəmbərin həyat yoldaşı o xəbəri açır, başqa bir xanıma gedir, deyir. İfşa olunur o sir və ayə nazil olur ki, niyə belə etdin? Və sonradan Allah Teala o xanımı, iki dənə həyat yoldaşını, Peyğəmbəri danlayır. Çatmışıq o hissəyə və orada da bir dənə bir cümlə deyir, o cümlə ətrafında danışacaq. Mövzu belə başlayır. Əuzubillahimineşşeytanirracim. Və iz əsərrən nəbi ilə bə'di əzvacihi hədisən. Peyğəmbər xanımlarından birinə, bəzisinə burada birindən məqsəd nəzərə tutulub deyirlər. Xanımlardan birinə bir sir dedi, əsərrə. Təəssüf fələmmə nəbbəət bihi. O da sirri açdı. O xəbəri başqasına dedi. Və əzhərəhullahu aleyh. Allah da xəbərdar elədi Peyğəmbəri ki, ya Rasulullah sirri açdı. Yəni belə o getdi dedi, Allah da Allahı Peyğəmbərə xəbər göndərir ki, ya Rasulullah sirrin açılıb bax xanımın tərəfindən. Peyğəmbər də gəlir o xanıma deyir ki, ərrəfə bə'dəhu və a'radə ən bə'din. Gəlir başlayır onu danışmağa ki, bax sən mənim sirrimi açmısan. Neyniyib, neynəməyib onu başlayır Peyğəmbər onu danışmağa, bir hissəsini danışır, bir hissəsini saxlayır. Ən azı mühüm nöqtələrə toxunur ki, Peyğəmbər düz eləmədin. Mən sənə demişdim, sən niyə getdin açdın bunu? Ondan sonra deyir, fələmmən nəbbə'əhə bihi, Peyğəmbər bu xəbəri ona deyəndən sonra sən mənim sirrimi açmısan, qalətə mən ənbəkə haza. Xanım qayıtdı ki, bunu sənə kim dedi? Yəni, bu gizli eləmişdik də bunu. Sən oradan bildin? Çox təəssüf ki, axı Peyğəmbər də bilmək, buna şəkk olmamalı ki, Allah sizə deyərdi. Hər halda çıxım oradan. Qalə nəbbə'niyəl alimul xəbir. Əlim olan Allah, xəbir olan Allah mənə xəbər verdi. Allah deyib mənə. Bu qədər sadə. Ondan sonra Peyğəmbər deyir ki, Allah deyir ki, tövbə eləyin. Ey o ki xanım, tövbə eləyin. İn tətuba. Tövbə eləyin ilallah. Bağışlanmaq diləyin Allahdan. Fəqat sağat qulubukuma, qəlbləriniz istiqamətin dəyişib sanki batilə tərəf. Ayənin mənası budur. Meyl eləməkdir sağat. Mənası nədir? Yəni, fəqat sağat qulubukuma, yəni qəlbləriniz batilə meyl elədi, tövbə eləyin. İşte birdən, və in təzahara, bax, bura çatdım bu yerə. Birdən ikiniz birləşərsiniz, Peyğəmbərlə mübarizə aparmaq istəyirsiniz. Birləşib Peyğəmbərə qarşı çıxmaq istəyirsiniz, onu da bilin. Peyğəmbərimi mən tənha qoymaram. Peyğəmbər, sən də narahat olma. Görünən budur ki, məsələ çox ciddidir ki, Allah burada elə bir sözlər deyir ki, başa salır ki, məsələ çox ciddidir. Kiçik bir məsələ deyil. Peyğəmbərə deyir ki, onlar ikisi birləşsə sənə qarşı, ya Rasulallah, fəinnəlləhə huvə məvlah, mən varam. Narahat olma. 2. Və Cibril, Cəbrail də səndəndir. 3. Və salihul müminin, möminlərin salihi. İnşallah izah verir. O da səndəndir. Vəl mələikə bə'də zəlikə zəhir. Mələklər də sənin dayağındır. Bir-birinə kömür, bir-birinə niyələr, əl-ələ verərlər səni, qoymazlar tənha qalasan. Deməli, kim səndəndir? Allah. Sonra Cəbrail. Sonra möminlərin salihi və sonra isə Allah Teala bu ayda buyurur ki, mələikədən. Cəbraili ayırdı mələikədən. Cəbrailin xüsusi məqamı var. Dünən də yazıya verilişdə suala cavab verdim. Yaxşı, bu ayə. Yaxşı, bu görünən budur ki, ayədir. Burada mövzu
ciddidir ki, ona görə Allah Taala deyir ki, narahat olma. Mən də varam, Cəbrail də var, möminlərin salihi də var, mələklər də var. Möminlərin salihi kimdir? Hazır tərcümədə belə keçir də, möminlərin salihi və salam. Bəli. İndi bu kimdir həqiqətən? Kimdir də, hə? Maraqlı. Görünən budur şəxsdir özdə, cəmdir. Çünki ayədə deyilmir, əs-salih minəl mu'minin. Ərəb dili bilənlər bilir nə demək istədim. Bir var, əlif-lam artiklı ilə deyilsin, əs-salih minəl mu'minin. Onda tərcüməsi belə olardı ki, yəni salihlər, möminlərdən ibarət salihlər. Ayə deyir, əlif-lam artiklsız. Salihul mu'minin, möminlərin salihi. Kimsə bir nəfərdir, o birə işarədir. Yaxşı. Görünən budur ki, özü də mömin olmaq özü bir zirvədir də, iman özü bir zirvədir. İman özü bir zirvədir, bu zirvənin qülləsindədir kimdirsə bu. Çünki deyir, möminlərin salihidir, yəni üstünüdür. Elə belə söz deyil. Yəni, bu möminlərin salihidir. Ya. Təkcə salih kəlməsi işlətmədi. Demədi, salih insan sizləndir. Təkcə mömin də deyil. Təkcə mömin də demədi. Dedi, salihul mu'minin. O möminlərin bir salihi var, bir üstünü var, bir qüllə var. O qüllədə dayanan var. O da Peyğəmbər səninləndir. Bu, ayədən çıxartdığımız məna. Və kimdir o salih? Salihul müminin kimdir? Mən birinci əhl-i sünnəmə mənbəsinə müraciət edeyim. Sonra ayədən maraqlı nəticələr çıxardaq. Elə bu anlar yaxşı anlardır. Əmrül müminin günü deyil. Şəhadət gecəsi deyil. Hələ nə yaxşı da düşüb bu aylar yerinə. Əhl-i sünnə mənbəsinə müraciət edeyim. Dəyərli mənim əhl-i sünnə qardaşlarım, dəyərli mənim əhl-i sünnə bacılarım. Allah sizləri qorusun. Allah sizləri hifz eləsin inşallah. Hə, siz də qulaq asın, zəhmət olmasa bura. Hakim Həsqani Əhl-i Sünnə mənbəsidir. Şəvahidü Tənzil kitabında müxtəlif vasitələrlə 18 dənə müxtəlif hədis gətirir bu barədə ki, Salihul müminin huvə Əli ibn Əbi Talib. O, əmirül müminindir. 18 dənə müxtəlif vasitələrlə. Yaxşı. Cild 2, səhifə 256. Hələ davam edirəm. Görün, nə qədər mənbədə gəlib. Hamısı baba deyəcəklər, Əhl-i Sünnə mənbələrdir. Əsqalani Fəthul Bari kitabında. İbn Həcər Səvaiq kitabında. Müttəqihində Kənzul Ummalda. Sə'ləbi öz təfsirində. Qurtubi öz təfsirində. İbn Əsir öz əsərində. Suyuti Durrul Mənsurda. Bütün Əhl-i Sünnə mənbələri deyir ki, o Salihul Müminin əleyhissalamdır. Bu öz yerində. Yaxşı. Görünən bu da hansı sıralamada yer alıb? Əmirül Müminin adını Allah harada gətirdi qoydu? Deyir, mən də varam, Əli də var. Yaxşı, bu görünən bu da Əleyhisselam məqamından xəbər verir. Üstünlüyündən xəbər verir. Ali sıradan bir insan deyil o. Cəbrail, mələikə, onlarla birlikdə bunu qərar vermək göstərilir ki, buradan başa düşülən budur ki, məsələ bu qədər ciddidir. Bu şəxs harada yer alıb? Mələklərlə bir cərgədə, Cəbrail, əlbəttə Əmirül Müminin məqamı ondan üstündür. Çünki kamil insan mələkdən üstündür. Amma ən azından gör harada yer alıb. Zaten Ramazan ayında da Allah siz biz gəlib mələklə otura bir süfrəyə. Onu verişdə yadıma salın, izah verin. Hardan çıxarış edirəm, o da ailəndən deyərəm sizə. Amma yadıma salsınız, əgər sual versələr. Baxın, ikinci burada neçə çıxardırıq ki, Allah Əmirül Müminini burada nübüvvəti müdafiə edən kimi tanıtdırır. Peyğəmbər narahat olmaya, Əli var. Açıq-aşkar. Aşkar deyir də, yəni sənin müdafiə eləyənin var. Burada bunu bu cür tanıtdırır. Həssas bir nöqtədir bu nöqtə. Ümumiyyətlə, Əhl-i Beyt dini müdafiə eləyəndir. Əhl-i Beytin bir xüsusiyyəti dini qorumaqdır. Əhl-i Beytin bir işi dini qorumaq, bir işi bəyandır, izahdır, təfsirdir, şəriəti izah eləməkdir, Quranı təfsir eləməkdir. Bir işi dini qorumaqdır. Siz tarixə baxın, necə qoruyublar. Görün, necə qoruyublar bu günəcən. Bu din gəlib çatmazdı bizə, inanın mənim sözlərimə. Bunun Aşurası olmasaydı, Fatimiyyəsi olmasaydı, bu din bizə çatardı. Xəndəyi, Əhzabı falanı, onlar öz yerində. Hamısı öz yerində. Bunlar olmasaydı, bu din bizə gəlib çatmazdı.
Bu mövzudan mən keçim hələ ki mövzum odur. Yəni burada mühüm çıxarışlarımızda biri nə oldu? Əmirül Möminin əleyhissalam dinin müdafiə eləyəni, nübüvvətin müdafiə eləyəni kimi təqdim olundu. Və belə cərgə hansı cərgədir? Orada diqqətlə baxın. Yaxşı, çox gözəl. Biraz əlavə edeyim. Baxın, burada nə dedi? Dedi, salihul müminin. Qurandan çıxmıram kənara. Quran ayələr edirəm sizə. Quranda iki cür gəlib. Əməli salihlər, özləri salihlər. Bunlar fərqlidir. Ayə deyim. وَلَأَسْرِ إِنَّ الْإِنسَانَ لَفِي خُسْرٍ إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ. Mənim bəzi bəndələrim var, əməlləri salihdir. Bu ayədə demir əməli salihdir, deyir, vücudu salihdir. Fərqi nədir? Bir salih nə deməkdir? Salih ona deyirlər ki, bir əməl Allah dərgahında qəbul olunmağa səlahiyyəti var. Deyəndə salih insan isə, yəni bu vücud artıq Allah dərgahında qəbul olub. Bir var adamın əməli qəbuldur, bir var onun vücudu qəbuldur. İndi fərqləri deyək. Fərqləri deyək. Birinci qrup əməlləri salihdir. İkinci qrup vücudları salihdir. Birinci qrupun əməli salihdir deyənə, ola bilər hərdən bir əməli də nə olsun? Heç qeyri-salih olsun. Hərdən əməli salihdir, hərdən pis görür. Ayə deyim. Xalatu əmələn salihən və axara sayyən. Bəzi adamlar var ki, möminlər var ki, biraz salih əməl də var, pis əməl də var, sayyən. Amma salih vücuddan yalnız salih əməl sadir olar. Bir dənə pis əməl sadir olmaz. Çünki vücud daha salihdir. Bu da bir növ üstünlükdən xəbər verir, yəni pak olmalarından xəbər verir. İsmətdən. Yaxşı. İkinci fərq salihin. İkinci fərq budur ki, yaxşı, bunun özündəyim. Ay, hələ ikinciyə çatmayayım. Quranda bir əməlin qəbul olunmasından söhbət açılıb, bir vücudun qəbul olunmasından söhbət açılıb. Allah buyurur, İnnəmə yətəqəbbəlullah minəl muttəqin. Təqvalı olsaz əməlinizi qəbul edirəm. Burada əməldən söhbət açılır. Amma xanım Məryəmə çatanda Allah deyir, fətəqəbbələha bi qəbulin həsən. Həzrət Məryəmin özünü qəbul eləmişəm. Deməli, iki cürdür Quranın baxışı. Bir var, vücudun qəbul olub Allah dərgahında. Bir də var, əməlin qəbul olub. Əməllə vücudun fərqi var. Bir var, biz də belə ilə filan kəsin əməlindən xoşumuz gəlir. Bir də var, özü daha gözümüzdə böyüyüb. Hərdən deyirik, əməli yaxşıdır, amma özü də belə də. Bir də yox, özü daha başqadır bizim gözümüzdə. Quran da elədir. Deyir, bəzi insanlar əməli qəbul olar, bəzi insanlar vücudu qəbul olar. Başqa edirəm. Bəzi əməllərdən Allah razıdır, bəzi vücudlardan Allah razıdır. İn təşkuru yardahu ləkum. Əgər şükür eləsiniz, Allah şükür eləməyimizdən ingər razı olub. Bu şükürdən, əməldən razıdır. Başqa ayə. Əuzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Yə əyyətühən nəfsil mutmainnə. İrci ilə rabbiki raziyətən mərdiyyə. Ey aram vücud, mən səndən razıyam. Mən səndən razıyam. Nəyin əməlindən? Orada dedi, şükründən razıyam. Burada deyir, vücudundan razıyam. Xülasə, bu ayədə İmam Hüseynlə deyər, tətbiqi. Bir vaxt inşallah izah verər. Yaxşı, çox gözəl. Birinci qrupla ikinci qrupun fərqi nə oldu? Vücudu Allah dərgahında qəbul olub, vücudundan Allah razı olub, onun vücudundan pis əməl sadir olmaz. İkinci qrup əməli Allah dərgahında qəbul olub, bəzi əməlləri bəzi vaxtlar salih olmayada bilər, Allah onun əməlindən razıdır. Bu qədər. İkinci fərq. Əməli salihlə vücudu salih olan ikinci mühüm fərqi budur ki, ola bilər bir insan əməli salihdir, amma sevə-sevə o işi görməyib, məcbur edir. Məcbur durur, məsələn, neyinir? Məsələn, indi bax, bu vaxt durub, bəzi adamların yuxu tökülür gözündən. Amma qutarsaydı, yatardıq. Şimdi belələr də vardı, indi üstünə işim yoxdur. Bu gəlib çatmır, baxırlar ki, deyim, saat nə oldu, bu sübh namazı çatmadı. Amma sağ olsun, deyir, durub. O qədər yatan var ki, o yağdır. Allah qəbul eləsin. Bunun əməli salihdir. Bir adam bir pik həddə yetişir bəzi vaxtlar. Adam ibadəti sevə-sevə edir. Gecədən bir zövq alır ki, təkcə bu gecənin söhbət gedir, ümumi anlamda da, gecə bir misaldır. İbadətdən eşq alır.
Sevə-sevə edir, məcbur eləmir. Ləzzət alır. Canı istəyir o əməli. Bir var adamın canı istəmir, təhmil eləyir. Bir də var canım istəyir onu mənə. Başa. Bir var yeməkdir, sənə görə yeyirəm. Məsələn, kiməsə görə. Bir də var öyle özüm xoşum gəlir yeyirəm. Ona görə əziz Allahımız buyurur ki, Həbbəbə ileykum əl-imanə və zəyyənəhu fi qulubikum. Bəzi insanlar var, sevdirmişəm onlara. Hamı eləmişdim, eyni. Biri çatdı, biri çatmadı. Bəzi insanlar var, sevdilər imanı, sevdilər ibadəti. Bəzi insanlar var, nifrət elədilər günaha. Ayənin sonunda deyik, ulaikə humur raşidun. Onlar rəşid insanlardır. Onlar rüşd eləyənlərdir. Qət təbəyyənə rüşdü minəl xeyd olar. Onlar rəşiddirlər. Onlar ibadət sevir. Salih insan sevə-sevə eləyir. Əməli salih görsən eləyir. Eləyir, amma məcbur edir özünə. Bu ikinci fərq. Üçüncü fərq. İstəyirəm İmam Əleyhisselam biraz yaxından tanıyaq. Üçüncü fərq budur ki, salih əməl yəsi, ola bilər özü üçün bir iş görür. Amma vücudu salih olan təkcə özü üçün yox, başqalarından eynir, hələ çəkir aparır Allaha tərəf. Aparır, Allah'a sevdirir, Allah'a vəss edir. Ayəsini deyim, yə'muruna bil ma'ruf və yə'muruna bil ma'ruf və yənhauna anil munkar. Mənə bəzi bəndələrim var, yaxşılığa əmr edirlər, pislikdən çəkindirirlər. Və yusari'una fil xeyrat, xeyir əməllərə tələsirlər və ulaikə minəs salihin. Onlar salihdirlər. Çünki yalnız özlərini düşünüb, özləri üçün yalnız ibadətə başları qarışmayıb. Başqaları da tövbəsi üçün şərait yaradırlar, kömək edirlər, hidayət edirlər. Bu salihin üçüncü fərqi. Deməli, Əmirül-Müminin bu aydan tanındı, salih insan kimi. Yaxşı. İndi sizə bir dənə ayə deyirəm. Ayəyə bax. Biz namazda deyirik, ihdina sıratal müstəqim. Biz ara yönəldi? Sıratal müstəqim. Allahım, sıratal müstəqim kimin yoludur? Sıratəl-ləzinə ən'amtə aleyhim. Deyir, sırat, neymət verdiyim kəslərin yoldur. Yəni, o kəslərin yoldur ki, onlara neymət vermişəm. Ya Rəbbəl aləmin, neyməti kimə vermirsən? Ayə. Bu da ayədir. Mən yuti'allah və rəsul fəuləikə mə'əlləzinə ən'amallah aleyhim minən nəbiyyinə və sıddiqinə və şuhədai və salihinə və həsunə uləikə rəfiqa. Əgər Allaha, Peyğəmbərə itaət edəsiniz, 4 qrupla birgəsiz. Kimlər də olar? Nəbilər. Kimlər də olar? Siddiqlər. Kimlər də olar? Şahidlər. Kimlər də olar? Salihlər. Nə gözəl dostsuz olarla siz, nə gözəl dost o dostlar. Deməli, bu birinci ayədə deyib, biz sirata yönəlt. İkinci ayə izah edir ki, sirat kimin yoludur? Neymət verilənlərin yoludur. Neymət kimə verilib? Verilənlərdən biri salihlərdir. O salihlərdən biri kimdir? Allah deyir, salihil mümin Əlidir. Yəni, biz namazda nə istəyirik? İlahi, o Əli gedən yol ki var ha. O sirat-əl müstəqimdir ya. Bizi o yola yönəlt. O Peyğəmbər gedən yola. O Əmirül Müminin gedən yola bizi yönəlt. Ayədə 4 qrupdan söhbət açıb. Nəbilər, siddiqlər, şahidlər. Şahidləri dünəcən izah verdiyi kimdir? Yəşhəduhul müqarrəbun. O da izah verdiyi Əhl-i Beytdir. Siddiqi də hədisini demişdim sizə. Əmirül Möminlə bağlılığın. Gəldim, çatdım burada salihlərə. Salihlər kimdir? O da biri Əmirül Möminin. Və başda olan. Başda özdə Salihül Möminin də başdadır. İman zirvədirsə, zirvənin qülləsi Əmirül Möminindir. O Peyğəmbərin tələbəsidir. Ənfusana və ənfusakumdur. Yutəhhirəkum təthiradır ki, ey, nə qədər siz ayə deyilsin o şəxsiyyət haqqında. Xülasə, bu ayələri yığdıq bir yerə, ayədən başa düşdük ki, Allah deyir, narahat olma, ya Rasulallah, dayağım var, Əli. O dini sevəndir, dini qoruyandır, onun vücudu salihdir, onun getdiyi yol siratdır, gedin o yolla. Ona görə, dostlar, qardaşlar, rahat olun. Yəni, yol, bu xət, Quran xəttidir. Quran-ı Kərimin heç qırağa çıxmamışıq ki. Quranın buyurduğu yoldur. Yəni, sadəcə möhkəm olun, oxuyun, əziyyət çəkin, dəlillə, sübutla və də diskusiya denəyəndə, müzakirəndə dava qırğınla yox, mehr, məhəbbətlə izah edin. Allah inşallah bizdən qəbul eləsin.